Qədim mədəniyyətin beşiyi, dahi Nizami Gəncəvi vətəni Gəncə. Şəhər cənub-şərqdə, Kiçik Qafqazın ətəyində, Gəncə Qazax düzənliyində, Gəncə çayının hər iki sahilində yerləşir. Gəncə xanlığının paytaxtı kimi də tanınan Gəncə, Azərbaycanda sahəsinə görə ikinci, əhalinin sayına görə isə üçüncü şəhəridir. Bu şəhər Məsədi xanım Gəncəvi və Nizami kimi böyük şairlərin vətənidir. Gəncə şəhəri qısa bir zaman müddətində 1918-ci ildə yaradılmış müstəqil Azərbaycanın müvəqqəti paytaxtı olmuşdur. Şəhər 1804-cü ildən 1918-ci ilə qədər Çar 1-ci Aleksandrın arvadının şərəfinə Yelizaveta adlandırılıb. Gəncə əvvəlki adını 1935-ci ilədək yenidən bərpa etmiş və 1935-ci ildə Kirovabad adlandırılmışdır. Daha sonra 1989-cu ildə bu ad yenidən qaytarılmış və indiyənədək şəhər bu adı daşıyır. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Belə gözəl vaxtda, belə günlü havada hər birinizi həmişə olduğu kimi Respublikanın hər yerində gəzirik dana. Bu dəfəndə elə Gəncədən sizə deyəcəyik ki, nə var, nə yox. Süfrənizi yaxşı açın, çayınızı bir stəkan süzün, gəlin oturun televizorun qabağında. Mən də elə Eminlə bir... Bu nə nəsi qurban, bu hara getdi görəm. Ay Emin, ay Emin. Ay nə, yenə şəkil çəkdirir. Hara gedir bütün günü, eləcə də şəkil çəkdirir. Ay nənən qurban. Ay gedənə bu. Oy. Ay Emin. Nənə, gəl bir dənə bir şəkil çəkdirək, nənə, bir dənə şəkil çəkdirək. Gəl elə. Hə, salam. Ay efir cəmaət bizi gözləyir axı. Hə. Demək, məndən qabağa düşdün. Hə, nə var? Hər kəs salamladım. Gördüm mikrofon orada qalıbdı da dedim tez gedib salamlaşım. Deyirəm axı, ha intiqam, amma mikrofonu ver mənə nənəyə. Nənə mikrofonu əl alanda, maşallah, dayanmaq bilmir. Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Bəli, bu həftədə də sözümüzə sadiq qalıb, nə var nə yox deyib, nənəni birbaşa Küləklər şəhərindən götürdüm, gəldim Qərb bölgəsinə. Ulu Nizami yurdu, gözəl şəhərimiz Gəncə şəhərinə gəlib bir nənə ilə baş çəkdik. İndi bu Gəncə maceramız bilirəm çox maraqlı olacaq. Çünki nənə yanımdadır. Nənə bir qəşəng müğənnilər var ki, qonaqlar var ki, gəl görəsən. Oxuya bilənlər elə burdadır da Gəncədədir bilirəm. Bal, səs, qaymaq, kimlər var, kimlər? Yəni bir söz doyacaq da yəni. Mən sana bir söz deyim, bu yaxınlarda bu Gəncədə 2 nəfər var belə yaman oxuyurlar, 2 oğlandır, qardaşdılar, əmi oğludular, dayı oğludular, bilmirəm. Hə. Onlar da olacaqmı? Aynen, sənin qalmaqalından qalma olmur. Onlar qardaşa bərabərdilər, illərin oxuyanlardır. Qardaş deyirlər? Yox, qardaş kimdirlər, amma... Ay yaman bu axır vaxtlarda nənən qurban nətərdə kökəliblər, cavan vaxtı ilə qəşək, maşallah idilar. Mən bayaq fikir verdim, sanki elə bildim, bəlkə uzaqdan görürəm. Elə bir sən də nəsə bəzi müğənnilər kimi nəsə o şəkillənmə deyirlər. Ay nənən qurban da pul para hardandı. Amma kilo vermişsən ha, maşallah. Ay nənən qurban, bilək mən sana bir söz deyim dana. Bütün gün ora bura bu qədər gəzirik ki, ay nənən qurban, vallahi əvvəllər evdə otururdum dana. İndi bunun baxıram elə hoş müğənnilərə. Bunlara baxıram, ora baxıram. Biraz da səndən gəzirəm deyənə, ayaqlarım yaxşılaşır. Ona görə də demək istəyirəm ki, bütün mənim yaşımda olanların hamısına ağız yeriyin, ayaqlarınız açılsın. Yerinmək elə ilk olaraq insanın ən böyük sağlamlığıdır, deyir. İdman et ki, həmişə ruhun bədəndə cavan olsun, enerji olsun. Amma Əli, nənə bu gün də maşallah elə mikrofonumuz kimi bəli bəzərlikdirən yaylıqdır. Gəncənin gözəl ab-ı havası, gözəlliyi, təmizliyi, Gəncə ilə başdan ayağa bir necə deyirlər, möcüzədir. Möcüzəli bir şəhərdir. Çinarlar şəhəridir, nənən qurban. Çinarlar şəhəridir. Nizami yurdudur. Bəli, İmamzadə buradadır. Gedəcəyim ora nənən qurban. Çox istəyirəm oran. Nə var, nə yox deyib, Gəncəyə bir gözəl bir səyahət edəcəyik. Gəlin elə bu həftə
Gəncə macəramızı birlikdə izləyək. Bizdən təqdim etmək, siz isə izləsinlər. Bəli. Bu Biz həftə bu dəfə sizə elə Gəncədən deyəcəyik. Nə var, nə yox. Gəncə şəhərinə daxil olanda təbii ki, ilk gözə görünən Gəncə qapılarıdır. Yəni mən də istədim ki, Gəncə qapılarından bir yerdə səyahət edək. Dostlar, biz hal-hazırda Gəncə Qala Qapıları abidə kompleksindəyik və hal-hazırda birinci mərtəbədəyik və yazılıb ki, Gəncə Qala Qapıları arxeologiya və etnografiya muzeyidir, abidəsidir. İkinci mərtəbədə isə Gəncə Dövlət Tarixi Mədəniyyət Qoruğu. Üçüncü mərtəbədə isə duluşçuluq və miskərlik artıq 3 mərtəbədən ibarət olduğunu göstərir. Mən biləm, amma 4 və 5 əsas 5 mərtəbədən ibarətdir. Sütun hissələri ilə ümumi 7 mərtəbədən ibarətdir Gəncə Qala Qapıları. İndi təbii ki, burada 3 mərtəbə qeyd olunur. Önəmli mərtəbələr deyək də. Təbii ki, amma istərdim ki, elə ikinci mərtəbədə daxil olaq. İkinci və üçüncü mərtəbə nədən ibarətdir, onu gəlin canlıların bir yerdə seyr edək. Gördüyümüz bu əşyalar arxeoloji qazıntılar zamanı tapılmış bir əşyalardır və bu da onu göstərir ki, Gəncə şəhəri qədimi bir şəhərdir. Dostlar, bu görülən əşyalar 12-ci əsrə məxsusdur. Dostlar, gördüyümüz eksponatlar 18-ci və 19-cu əsrə aiddir. Və eyni zamanda dostlar, duluşçuluq və miskərlik sənətinin burada nümunələrini biz artıq görürük. Gəncə Qala Qapıları 2 hissədən ibarətdir və biz hal-hazırda birinci hissənin 3-cü mərtəbəsindəyik və nəinki Gəncələr üçün, hətta Gəncəyə gələn qonaqlar üçün də çox maraqlıdır və təbii ki, bir daha söyləyim ki, Gəncə Qala Qapıları abidə kimi fəaliyyət göstərir və 7 mərtəbədən ibarətdir. Və təbii ki, biz hal-hazırda Gəncə Qala Qapılarının birinci hissəsinin 3-cü mərtəbəsindəyik. Gəncə şəhərinə ilk dəfə gələn elə qonaqlara məsləhət görərdim ki, Gəncəyə daxil olanda elə ilk olaraq görəcəyiniz, ziyarət etdiyiniz Gəncə Qapıları abidəsi olsun. Çünki bura çox maraqlıdır və eyni zamanda Gəncənin qədimliyini burada bu Qala Qapılarında görə bilərsiniz. Bura gələsən, bizim Nizami məqbərəsinə bəli, ziyarət etməyəsən, bu bizə qəbahət olar. Həm də ki, nə ilə qurban? Yaşı var, yaşı. Deyir, yaşı bu dünyadan əzəl Gəncədə.
Gəncədir də. Gəncədir, Gəncənin nazı neməti, Gəncənin havası, elə Gəncəlilər Suyu. deyəndə də, Qadan alma Gəncə. Bu Qadan məsələ var, alım, hə. qadan Paxlavası, dövğası, göy göyərtisi, təndiri. Nədən başlayaq, nədən qutaraq? O qədər maraqlıdır ki, Gəncənin elə özü maraqlıdır, möcüzəli bir şəhərdir. elə gedək biz də baxaq görək, bizi kimsə qarşılayacaqdı. Nə oldu bə, qarşılamadı? Baba bax qonaqların ağzı qızışıb maşallah. Gəlib Pərviz oradan, Vüqar oradan, Ülviyə buradan, Dilgəm. Görüşmürlər, görüşəndə danışanda dayanmaq bilmirlər. Gəlin görək dostlar, bizi çağırmısınız. Amma nədən danışırsınız? Bilmirəm, deyəcək toylar yoxdur, zəifdir. Var, yalandır, inanmıram. Salam dostlar. Aleykümselam. Hoş geldiniz. Ay, köhnə dostlar. Salam aleyküm. Salam aleyküm. Hə, bir görüşək. Nənəm. Müzəffər. Dilgəm necə salam Hoş çox sağ ol. Gəbər. Dostlar, xoş gördük hər birinizi. Gəlin, elə bir şəkil çəkdirlər. Bir saat xoş gördük. Elə Adilgəm məndən gedir söhbət. Toydan yoxsa mahnıdan, düzün deyil. Yox, çoxdan da görüşmürdük. Aha. Hələ biz də təzə görüşdük. Gör bunların işləri nə qədərdir, nənəm qurban bir-birlərini görmürlər. Yox, şükür var, toylar var. Niyə narazılıq eləyək? Dilgəm Burada olmuş şükür var. danışır da, ha? Toylar var. Yeni görüşmüşdük. İndi qoymadın da o haqda danışacağıq. Yox, bir yerdə danışaq, bir yerdə danışaq. danışdıq. Bir yerdə danışaq. Nədən Əvvəla qibas? xoş gəlmisiniz. Qibas idi yoxsa Yox, müzakirə elə idi? toydan danışdıq. Bir də sizə təşəkkür edirik ki, Emin bəy diqqətinə Hə. təşəkkür düşür. Ona görə ki, hər gənciyə çəkilişə gələndə mütləq şəkildə məqbərəni ziyarət edir. Bu hörmət Gözəl təşəbbüsdür bu. Elə ondan danışırdıq. Yəni qeybət deyil. Və biz dostlar da unutmuyor. Onu Bəli. dedi. Yox, siz heç vaxt unutmarıq. Vüqar, gəl görüm. Şəmkir, Tovuz, Gədəbəy. Amma ad var ha, vallah. Gədəbəydə, Tovuzda yaşamırlar. Ülviyə deyir, gah deyir Astradayam. Gah deyir Bakıda MTV-dəyəm. Dostumuz xanımlar, ay xanım bir dincəl də dincəl. Vaxt ayır özünə aliyə. Necəsən? Sağ ol Emin, çox sağ ol canım mənim. Neçə illərdir səni də görmürəm. Amma Xoş oldu oldu. kimsən? Can. Muzeyə qoyurlar səni. Can, hə qurban olum. Bunun bir gözəl balası var. Allah saxlasın. Salamlayıram bunun ailəsini. İllərin Çox sağ dostu ol. da biz. Çox sağ ol, 2016-cı ildə. Bəli. Raya xanımla zaten Bəli, bəli. Köhnə dostu. Şəmkirdə Elə buradan çalışırıq. bəli, bütün Şəmkirə salamlar. Adilgəm. Sağ ol. Canım bir bax, Gədəbəy çəkişə qəşəng oldu, maraqlı. Elsin hanı bə? Elsin yoxdur. Burada da Elçin. Elsin hə, Elsin salamlayıram. Mirzəfər də dedi ki, qardaş Gəncəyə gəlsiz, Instagramda gördü. Mən də zəbimlə gəldim, dünyaya gəlmişəm ki, maraqlı performans yarat da. Niyə də olmayasan? İndi Vüqar, Tovuza salamlar. Tovuzu balası, amma regionun nəbzini tutan bir də, yəni. Çox sağ ol, təşəkkür edirəm. Çox şad oldum sizlə görüşməyə Emin bəy. Bəli. Allah razı olsun. Söz. Həmişə elimizdə, obamızda toylar olsun. Gözəl verişlər olsun, əlbəttə. Deyirəm ay nənə qurban, bir dənə sual verəcəm. Mən bilsən nənə biraz qalma qalıqdan, bütün show biznesi qaldırıram, qaçışdırıram bir-birinə. Ay oxuyan var, oxumayan var, elə deyilmi? Yalandan dır eləyənlər var, çıxıra oynayanlar var, eləmi? Bir alqışlarla göçədin görüm doğrudan mı deyirəm? Bəli, dostum qrupu. Amma siz indi heç dana tərifləməyə ehtiyac yoxdur. Sən səsin, avazın, bir mənim ürəyimdəndir. Ağdamlı balası. Bunun da bu şıltaqlığı, aman oydu. Amma mənə bir sual verəcəm sana, de görüm. Bax amma düzünü denə. Neçə dənə kostyumunuz var? Çox. Valla desəm ki, saniyə itirmişik. 3 qardirobdur. Mən deyim də bunlar qazandığını bir öz layihələrinə verirlər, geyimlə yanaşı. Geyim, mahnı. Yəni yığmırlar da, yəni sənin kimi yığmırlar. Hə. Bax, sağında var, solunda var. Var, nənə Aynen qurban, yığmırlar deyəndə bunu rəhmətlikdən qalıb. Aha, Allah versin. Bu rəhmətliyin anasından qalıb. Bunu da keçən dəfə qonaqlıqda olanda, verilişdə olanda. Hamıdan yığır, hamıdan yığır. Hala gedir, hər kəsdən bir zinət əşyası götürür. Sonra deyir ki, heç nəyim yoxdur. Ev yoxdur, əsas can sağlığı olsun. Sən mənlə, belə mənim yanımda varsa demək, həyatda hər şeyim var. Deyirəm, hər şeyi bilirəm. Hər oxuyanlar, müğənnilərin hamısı mahnını oxuyanda bir deyirlər də, kimin mahnısıdır, özünüzün Yeni mahnıdır, qoy təqdim bunun eləsin bəstəkarı Pərviz, bəli. kimdir? İfamız yeni ifadır. İlk dəfə sizin efirinizdə səslənir. Qəmzəli xanımlara və gözəl xanımlara həsr olunub. Sözləri dəyərli bəstəkarımız, bizim söz yazarımız Mirvari İlhama aiddir. Musiqisi isə bizim dəyərli dostumuz Ansəf Cana aiddir. Bunu bizim üçün hədiyyə eləyib. Bizim il dönümümüzdə demək olar ki, biz hər il dostluğumuzu qeyd edirik. Dostum qrupun hər il müəyyən bir vaxt var ki, biz o gündə dostluğumuzu qeyd edirik. O gündə Gəncə bizə hədiyyə basarda edir. maşallah doğrudan da dostum qrupu sözünü demiş bir insandır. Tədbirlərdə, açılışlarda, efirlərdə. Amma ümumiyyətlə belə bir şey vardır. Biraz gözlərə
nəsə deyir, şişirsin belə gözə gəldilər. Bir müddət aralandılar. Amma dedim Pərviz, sən yanaşırsan dostun qrup olaraq, Hüseyn də sənə yanaşır qardaş olaraq. Qrupu ayrılmayaq. O qrup olaraq fəaliyyət Yox, göstərsin. nədən qurban? Mən onları ayrı eləmirəm, bunları ayrılmır. Bir müddət ayrılmışlar amma Yox. Mən sənə bir söz deyim. Hüseyni deməli Gəncədə icra hakimiyyətinin qabağında yeni il konsertləri idi. Oradan çox gözəl tanıyıram. Səs də səs. Bunu da şeytan üzünü görməsin. Bunu ha vaxtdan tanıyıram. Balaca uşaq idi. Deyirdi, ay nənə, mən oxumaq istəyirəm. Deyirdim, sən mi oxuyacaqsan? Dedi, oxuyacam. Dedim, əgər istəyəcəksən, oxuyacaqsan, halal olsun. Hə, amma bir söz deyim, ay Hüseyin. Mənə qol, heç kim eşitməsin arada özümüzdən. Ay, bununla nə dərd dolanırsan? Çox yaxşı nənə. Dalaşıb belə qırışıb eləmirsinizmi? Yola gedirsiniz mahnı üstündə. Ay, bunu oxumayaq, bunu Sənlə niyə oxuyaq. baş qoşma, yeni barışma, bəsdir. Sən pöt-pötü yaratma. Keyfiyyətə və zövqə üstünlük verən xanımlarımız. Evə yaraşan mebellər axtarsınızsa, düşünmədən birbaşa seçiminiz Afina mebel salonu olsun. Yataq, qonaq, yumuşaq, mətbəx mebel dəstlərini tək şəxsiyyət vəsiqəsi ilə ilkin ödənişsiz 3 aydan 24 ayadək kreditlə əldə edə bilərsiniz. Afina mebel salonu şəbəkə olaraq Azərbaycanda Gəncə və eyni zamanda Gəncə və Şəmkir yolunda və Gədəbəy şəhərində fəaliyyət göstərir. Azərbaycanın bütün bölgələrindən çatdırılma ödənişsizdir. Afina Mebel, bizi seçdiyiniz üçün təşəkkürlər. Hüsnün güzel ayetleri ey sevgili canım, olmuş bütün alemde seni. Dostlar, bura isə elə Gəncənin tanınan Ulu Nizaminin məqbərəsidir. Təbii ki, Gəncəyə gələn qohumlarımız ilk olaraq Nizami məqbərəsini ziyarət edirlər. Bu abidəni gəlin bir yerdə ziyarət edək. Çünkü güzelin bu sesidir aşığa esas. Çünkü güzelin bu sesidir aşığa esas. Sordum ki gönül hardadır, aldım bu cevabı. Hiç sorma, tapılmaz onu aktarsa da insan. Rahmiyle dedim sel kimi gözyaşımı töktüm. Gel kanım ile oynama heyafeti devran. İnsafın eğer var, insafın eğer var ise söyle bu nizami. Senle nece rəftar eləsin ey mehtabat. Senle nece rəftar eləsin ey mehtabat. Dostlar, Gəncə şəhərin mərkəzindəyik. Azərbaycanda dünyada əzbər olan Pütürqalı evin bax qarşısındayıq. Və təbii ki, onu deyim ki, Pütürqalı ev 1966 və 64-cü ildə tikilib. Gəncə şəhərə gələn qonaqlarımız, sizə Gəncəlilər üçün. Yəni, çox maraqlıdır. Türklər üçün də maraqlıdır bu ev. Və biz də yerə girdik şəhərdə, bu Gəncə şəhərə gəlmişsə, demək bu şəhərdə də ən mərkəzdə olan Pütürqalı evə baş çəkməkdir. Görünüşsə çox maraqlıdır və tarixi də artıq binanın qarşısında yazılır.
gün başqa mahnı oxuyacaqdım, amma sənin xətrinə o mahnını oxuyaram. Mən elə Qara o qızlar mahnıları bilmirəm ki, şirin ürəyinizə olur. olur. Düz o mahnı gəlsinmi? Qala qızlar şirin olur. Burada düz qala qızlar yoxdur. Ağ qızlar var. Var. Bir də bu Xudaya xanım var. Elə onun xanımın şərəfinə gəlsin. O mahnımız da trend olubdu. Bəli. Elgün Ayxan yazıbdı o mahnını. Aha. Fərqi yoxdur. Qala da Sevdiyim ağdır. mahnı. Əsas odur ki, gözəl bir xanımdır və Lalə xanım ifa edir. Bəli. Kişmişi çipə tökərlər, aynen qurban. Elə deyil mi? Hə, bəli. Xanım Qala ürəklə deyir, qızlar, bəli. Lalə, bəli, gəlir mahnı, gözəl bir ifa. Qaşlarının naxışları, şirin şirin baxışları, gözlərinin parıltısı xatırladır yağışları. Qaşlarının naxışları, şirin şirin baxışları, gözlərinin parıltısı xatırladır yağışları. Qara qızlar şirin olur, sevgiləri dərin olur. Bu naz qəmzə gözəlliyə adam baxır heyran olur. Qara qızlar şirin olur, sevgiləri dərin olur. Bu naz qəmzə gözəlliyə adam baxır heyran olur. Adam baxa, baxa qalır, lap adamı dərdə salır. Afərin o gözəlliyə, bir baxışım incən alır. Adam baxa, baxa qalır, lap adamı dərdə salır. Afərin o gözəlliyə, bir baxışım incən alır. Qara qızlar şirin olur, sevgiləri dərin olur. Bu naz qəmzə gözəlliyə adam baxır heyran olur. Qara qızlar şirin olur, sevgiləri dərin olur. Bu naz qəmzə gözəlliyə adam baxır heyran olur. Hər biri bir qönçə çiçək, eşqinə verəsən ürək. Sevəsən, əzizləyəsən, nazlarını çəkəsən gərək. Hər biri bir qönçə çiçək, eşqinə verəsən ürək. Sevəsən, əzizləyəsən, nazlarını çəkəsən gərək. Qara qızlar şirin olur, sevgiləri dərin olur. Bu naz qəmzə gözəlliyə adam baxır heyran olur. Qara qızlar şirin olur, sevgiləri dərin olur. Bu naz qəmzə gözəlliyə adam baxır heyran olur.
sağ olun. Allah bütün balalarımızı qorusun. Maşallah gül balalarımızdır. Mahnına gözəl qulaq asırıq, biz balalarımızdır. heyran oluruq da, əlbəttə. Yəni Lailəni gör, heyran olma. Bu qeyri-mümkündür. Maşallah. Və sənin həmkarın, bax, saçı özü kimi, vay, donu kimi uzundur. Həm Sənə təhqir həmkarımdır, olun. həm Həm də rəfiqəndir. əziz dostumdur, rəfiqəmdir. Bu da Bakıdan gəldi, ha. Amma Seyfəliyə salamlar göndərək də, elə. Bəli, bəli. Mən Bakıda yaşamağıma baxmayaraq, Emin bəy, mən Seyfəli balasıyam, Şəmkirliyəm. Elə mahnımızın biri də Seyfəlimizə aiddir inşallah. Birazdan təqdim edəcəm. Bəli, bəli. Əyləş gözəl bir Lalə xanımla. Bax bu gün Tuana'nın gözəl peşəkar komandası həm bizim qonaqlarımıza, həm digər bura gələn gözəl dəyərli qonaqlara gözəl masa hazırlanır. Ləl Səmanın adından dadın, nuş olsun. Və hər kəsə nuş olsun. Hə Lalə, varmı əlavələr? Bu məkana biləm ilk dəfə sən də gəlmisən. İlk dəfədir gəlirəm. Gəlməyə dəyər ya yox? Dəyər, həqiqətən. Dizaynını çox bəyəndim. Mənim üçün məkanın dizaynı çox önəmlidir. Göz oxşayan olanda. Rəngarəngdir. Bəli, rəngarəngdir. Göz yorucu deyil, sıxıcı deyil. Bəli, bəli. Çox bəyəndim. İnşallah mən də öz aləmlə gələcəm. Aha, söz verdi. Bəli. Söz Bəli. verdim. Və inanıram ki, bura gələn bütün qonaqlar elə bizi yad edər. Nənən qurban bura bayaqlarım gələndə bura elə Lalə baxdı dedi bura nə qəşəngdir. Yoldaşıma deyim gətirsin çıxartdı. Bir dənə belə sunkasından pıs pıs dedim ağzının birində ma dedi yoldaşıma deyəcəm birində Türkiyədən sağ gəlsin. Hə. Bir dənə də ətir Alır, söz verir. ətir. Bu nənə elə hamıdan bir hədiyyə alır. Bilmirəm nə. Yazıq canım kimdən aldı? Bəxtiyardan Moskva konfeti. Nə bilim Allah xeyir versin. Bəxtiyardan heç də görmədim. Bəlkə birazdan Görəcəksən. sonra gətirər. Amma bir şey də deyim ki, Konfet. amma klip üstündə maraqlı da burada klip üstündə var. Bəxtiyar, xəsis olma. Xəsis olma. Nənənin konfetini gətir. Mütləq. Xahiş Axırda edirəm. sonda, verişin sonunda konfeti çay Video içəcək. çəkəcəyik, TikTokda paylaşacağıq. Təqdim olunacaq. Özə səni tağ edərək. Sən də əyləş gözəl süfrəmizə. Çox Gözəl təşəkkür qulluq edirəm. olsun sənə Lalə Ağız xanım. qidarada belədə özü uşağa görsət yeri. Bir ara kökəldim. Getdi yorumu Zakatalanın, Balakənin, Şəkinin, nə bilim, Ağstalar, Lənkəran. Ağstalar, Lənkəran haralarda getdim. Yemə də sən də. Yemədim də nənən qurma. Bax səhərdən də buradayım. Bir loğma ətbək yemişəmmi? Gör birazdan nə yeyirsən də. Yo, Baba, o yeməyəcəm. süfrəyə düzülmüş gözəl xoyalardan bizim üçün də hazırlanıb bax orada. Mən onların heç birindən yeyəsi deyiləm. Aynen. Subhanallah, elhamdülillah vələ. Subhanallah, elhamdülillah vələ. Haccan nənən qurban. Nə olub yenə? Heç nə nənən qurban, nə qarım deyirəm bu deyirdin Lalə gələcəkdi. Nə oldu Lalə gələsi? nə var? Emin və Elşən gəlir də. Ay maşallah balacalara bax da. Ay maşallah, ay maşallah. Ay Allah saxlasın. Nənən qurban, nənən qurban. Ay Lalədir maz bu. Hə, Lalədir, Emindir, Elşəndir, gözəl. Bəli, Gələnəm hər qurban. biriniz gəlin, gəlin, gəlin. Niyə gəlmisiniz ki? Nənən qurban Nətərsən? xoş gördük. Nə var, Nə nə deyirsən yox? nənən qurban? Sağ ol. Salam qardaşım, nəsən? Gözəl nənəm. Salam Emin, necəsən, nə var, nə yox? Salam əleykum. Xoş gəldiniz, xoş gəldiniz. Ay Lalə nənən qurban bayaq. Bizim görüş məkanımız buraydı, yəni Lalə ilə Emingil, Elşəngil burada bizi gözləyir ki, xam bağında. Bilirəm, ay qız bayaqdan bunu rahatlaşdıra bilmirəm. Bayaqdandır mirgiləni bəsəbləşib o uşaq gec gəlibdi biraz verilişə gözləyib, Bəxtiyar. gözləyib danışır. Bayaqdan deyirəm abala nağarağında yolda da hər şey ola bilər. Hə, əsəbləşmək olmaz da bu boyda insanlar burdadır. Dünən Bu toyda boyda olub, sənətçilər. efirdə olub bizim kanalda. Hə, Yox, yox, inanırsınız, hə, həm efir, həm axşam saat 5-in yarısı gəlib çatmışam Gəncəyə. Bax görsən mama vaxtında Şəxsən gəlib. sizin məclisə görə, Tədbirə sizin verilişə görə, bəli. Bəxtiyar məsələsindən Lalə gözəl bir ayrı-ayrı. müəllimdir. Lalə gözəl sənətkar qızıdır. Ona görə bunun valideyni Çox əlindən sağ ol, öpürəm. Gözəl bir minnətdaram. ana, gözəl bir xanım, gözəl bir müəllimə salamlarımı çatdırıram. Təşəkkür edirəm. Və Eminlə Elşən təbii ki, qrup olaraq, qrupun adı Gəncə, nədir? Gəncəm. Bəli, Gəncənin üzvü olan elə sahib seçən qruplardan biridir ki, elə həmişə Gəncənin adını yaşadan, amma məsələn elə Elşənlə Emindir. Uğurlar sizə. Çox sağ ol. Yeniliklər var, bilirəm, çox İnşallah. maraqlı, maşallah yeniliklər var. Allah sənə ilk öncə var eləsin ki, bizi bu gözəl verilişinə dəvət edibsən. İllər bizim efirlərdəsən, elə ailə kimi. Gəncəm qrupu olaraq bu günləri Emin, sən olan verilişlər gözəl olur. Təbii, bizə təbiidir, Bəli. səmimidir, Təbii. sadədir. Hər zaman baxımlı olsun, izləyicilərin bol olsun. Siz kimi baxımlı qonaqlar olsun. Təşəkkür Sağ ol, edirəm. Biz də var. sizə Lalə. təşəkkür edirik. Bizi dəvət edibsiz. Var olun. Şad oldum. Xoş günlərdə görüşək. Hər Amin, zaman şad inşallah. olaq. Amma Ülviyə, ay Ülviyə gəl, dilgəm gəl. Mən Lalə deyir ki, nə olmaya qanqarasın, Lalə dərhal çatdırdı.
Gel, gel. Qoy mən qeydim onu gətirim. Gel, Söz gel. söhbət olmasın, dalaşmaq lazım deyil. Yox, amma hamı Əsasən də vaxtında dur. gəlib. Yəni vaxtında gəlmək lazımdır. İndi o təbii ki, vaxtında gəlmək lazımdır, məsuliyyətli olmaq lazımdır, amma bir də olmaz inşallah. Vüqar, Ersin gəlin görək. Ersin sən də gəl, gözəl musiqisi. Yəni elə Gədəbəyə gedəndə elə Dilqəmlə yanaşı Emin Ersin yadıma düşür. Amma mən bir nəfərlə danışmam. Həqiqətən 5 xətimə dəyib ha, nəyə var dəyib. Aynən qurban. Bax, keç böyrünə, keç onun böyrünə, keç. Barışıq deyəndə yəni küsməmişəm, amma incimişim bu hələ. Reallığı deyim də mən. Düzdür, Emin həqiqətən çox həssas insandır. İllərlə biz dostuq. Həqiqətən qabiliyyətli də insandır. Elə Bəxtiyar da dostumuzdur. Olub da indi Bəxtiyar olmamalıydı, amma olubdu. Bir də olmasın. Hə. Amma hər kəs vaxtında gəldi, 10 tamamlama Bəxtiyar biraz o da deyir ki, yol gəlmişəm. Mən o boyda Bakıdan yol gəlmişəm. Bu da Masaldan gəldi, indi bu da Bakıdan gəldi. İndi onu nəzərə al. Yox, ondan qabaq verilişdə olmuşam, oradan çıxmışam, televiziya proqramı, ondan çıxmışam, Toya. toyda olmuşam, oradan da yol gəlmişəm. Yerdən Nəysə, ev yoxdur. Konfet qoyacaq. Gəl, Əli, bir dəqiqə səmin gəl bura. Bax, burada nə yazır dostlar? Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ölkə əhəmiyyətli bağ, park, monumental və xatirə abidəsi Sərdar bağı. Vardı Gəncəmizin mərd oğulları, vardı Gəncəmizin mərd oğulları, qonaq fənərdir bütün insanları. Tarixə yüz qoydu cavab xanları, tarixə yüz qoydu cavab xanları. Qəhrəman şəhərim Gəncədir Gəncə, qəhrəman şəhərim Gəncədir Gəncə. Yurdumu paytaxtı gözəl Bakımız, qəlbimi paytaxtı Gəncədir Gəncə, qəlbimi paytaxtı Gəncədir Gəncə. Gəncədə olsan, Gəncə mahnısı olmasın. Bir dənə bir xor şəklində, bir canlı eşan. Ha, Ülviyə görək. Aha. Bizim Hə, bəli. Fərziyyə görək. Əvvəl Gəncəm oxuyur. Sən baharda. Ay sağ. Sən, bəli. Sən bahar dolmusan, gözəl Gəncəmiz. Işıqlısan, nurlusan, gözəl Gəncəmiz. Sən bahar dolmusan, gözəl Gəncəmiz. Nizaminin yurdusan, gözəl Gəncəmiz. Bəli, Gəncədə bizi izləməkdə qalın. Çox maraqlı olacaq. Yeni qızışırlar. Hətta oxuyurlar da sən. Belalım. Hə, bir daha olmasın. Çünki bu efirdir. Çox sağ ol. Müzəffər. Biz səni tək bugün yox da ya, burada yox. Başqa efirlərdə görmək istəyirəm. Yeni mahnılarla. Hər şey yaxşıdır. Sən anı buna salmaq incəlir səndən, sənət olsun.
Buradan salamları da salamlayırıq. Ümumiyyətcə bütün bizi izləyənlərə salamlar olsun. Elə yox, denən ki, özlərini daha da işlə. Gözəl səsi var, doğru. Bəli, bəli. İşləyir. İndi hal-hazırda yəqin ki biz izləyir. İzləyir, təbii ki, çox sağ ol. Əylərsən də o masada. Gəncənin küçə-küçə gəzirik və onu deyim ki, biz tolerant bir ölkə olduğumuz üçün təbii ki, bütün dinə hörmətlə yanaşırıq və Gəncədə illərdir fəaliyyət göstərən rus kilsəsinə daxil olmaq istəyirəm və içəri girək. Təbii ki, biz də bir din əhli olaraq bütün dinlərə hörmətlə yanaşırıq. Rus Pravoslav kilsəsi 1888-ci ildə Gəncə şəhərində tikilib və istifadə edilir. Bugün Gəncə görüşümüzdə çəkiş məkanımız var. Gəncədə yeni açılmış ailəvi bir istirahət mərkəzi olan peşəkar komandası ilə fəaliyyət göstərən gözəl bir məkan. Tuana Ailəvi İstirahət Mərkəzi. Burada nişan, ad günü və xına yaxtı, özəl günlərinizi yalnız gözəl bir məkanda qeyd edə bilərsiniz. O da Tuana Ailəvi İstirahət Mərkəzində. Bir alqışlar gəlsin Tuana Ailəvi İstirahət Mərkəzinə. Onun komandasına var olsun. Hər zaman görüşək və gözəl işlərdə elə biz sizi yad edək. Deyirəm aynədən qurban. Tuana həmişə zirvədə olmaq deməkdir, zirvə Bəli. deməkdir. Elə burada olanların hamısı da dən zirvədəkilərdir. Elə zirvədə olanların yanına zirvədəkilər də gəlib dana. Bəli, zirvənin fəthidir. Amma bir dənə təbrikimiz var. Gözəl xanımımızın təbrik yaxınlaşır. Niyə də olmasın? Buyur, mikrofonumuz açıqdır. Gəlin o təbriki bir yerdə qeyd edək və söyləyək. İcazənizlə, bu günləri mənim qızım Aygünümün, Gülümün ad günüdür. Ad gününü təbrik eləyirəm. Neçə-neçə belə gözəl illərə çıxsın. Neyiniyim, nə edim deməsin. Sağ olun, təşəkkür edirəm. Bəli, ata-analı böyüsün, dövlətinə, vətəninə layiqli bir xanım olsun. İnşallah istədiyi peşənin də sahibi olsun.
qalmaqallı verilişi Kesinlikle yok. ona evinin ehtiyacı yoxdur. Şair bəs, şair və yaxud da hansı mühəlli İlham dərsi var. Vericik daha yazır. Onun hamısı məsələn 50 manat verməzsən, belə bax. Amma onu bir məşhur müğənni oxuyanda olur trend. Valla bəli yoxdur. Müğənni səsindən çox irəli gəlir. Əgər o mahnını qaldıra biləsən. Sən həmişə demişəm, istedadlı insana qalmaqal ehtiyac yoxdur. Şükür Allah ki biz popüler olmasak bizim en azı sevilen bak bugün o verişimizde de bizi orada oturan insanlar musikini başa düşürdü. Yani ama biz şimdi biz məclis adamıyıq. Bizim gözəl sənətkarlarımız da sözümü təsdiqləyir ki, biz məclisdə hansı vəziyyətə yerində orada əl çaldırırsa, deməli orada hiss edirik ki, bu musiqini başa düşürlər. Bu gün verilişimiz həm veriliş oldu, Həm Bax əyləncə oldu. Bayram əyləncəsi. Dönə-dönə üzr istəyirəm mərdinizdən və mənim xalam oldu. Həm də sənin Yanımda böyük yetişdirmişik inşallah. Daha İnşallah olur. sağ olun, sizin də xeyirlarınız da. Qalib da olacaq elə. Mən qabilib. İnşallah. Qalib də əmsidir, o da bu vəndidə Rusiyada yaşayır. Sağ olun, sağ olun. Yalvara, 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 qalım yalvara, 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 qalım yalvara, yalvara. Elə Gəncədəyik də ya. Gəncədən gəlirəm, yüküm xurmadım. Gəncəli yolları vurmadım. Ay Gəncədən gəllər yüküm kurmadı. Gəncəli yolları vurmadı. Gəncədə bir qız var, adı Lalədir. Neşə sən çıxma, mən çıxım deyir. Ay deyim, ay deyim. Güneşəsən çıxma, mən çıxım deyim. Ay deyir, vay deyir. Toylara sən getmə, mən gedim deyir. MTV'də bugün gözəl şənlik var. Emin bilet deyir, nə var, nə yox var. MTV'də bugün gözəl şənlik var. Emin bilet deyir, nə var, nə yox var. Nə var, nə yox var. Gəncə şəhərində illərdir fəaliyyət göstərən Rentekar şirkəti var ki, o hər zaman mənim və mənim dostlarıma yüksək səviyyədə xidmət göstərir. Toy nişanı və özəl günlərinizə şəxsi avtomobil kimi istədiyiniz avtomobilləri sərfəli qiymətə bir günlük və yaxud 2 günlük əldə edə bilərsiniz. Mən ürəyimə yatan avtomobili 333 Rentekarda əldə etdim. Elə siz də gəlin, istədiyiniz avtomobili əldə edin. Tuana'nın rəhbərliyi, Gündüz müəllim çox sağ ol sizə. Doğrudan da kollektiv olaraq sizə minnətdarlığımızı bildiririk və gözəl qarşılanmaq üçün və hal-hazırda birazdan bizə gözəl bir süfrə hazırlanıb. Bugün nənənin istəyi olacaq plov deyir. Şəxsən bayaq dedin. Hə, dedim bu restoranın ailəvi istirahət mərkəzinin özünün xüsusi aşpazları var. Deməli özlərinə məxsus olan yeməklər də var. Yəni bura gələnlər də bilirlər də nə var, nə yox. Ona görə də özlərinin xüsusi o yeməkləri ki, özlərinin o reseptlərinlə bişirilmiş yeməkləri ki var, onu sifariş vermək istəyənlər gəlir elə burada oturur, yer, içir, ailəvi deyir, gülür, gedir. Bayaqdan o restoranın müdiriyyəti var mı? Bayaqdan deyir, ay nənə bir qalxdın mı yuxarı, gördün mü yuxarıda nələr var? Dedim, baxdım, hər yeri gəzib, nənə heç qoymamışam bir otağında qalsın. Bəli, maraqlı, gəzməli, görməli yerdir. Şəxsən ona görə də Gündüz müəllim, Bakıda yaşamana baxmayaraq Tovuzlar. Tovuzdan yox, birbaşa elə Gəncəyə gəliblər ki, elə burada elə Tovuzların, Gəncəlilərin, Şəmkilərin məkanıdır. Elə Bakıdan gələn, Tovuzdan gələn çox sağ olun, valla. Var olsun ölkəmiz, diyar var olsun, xalqımız var olsun. İndi deyir, saz varsa, əhval rüya nə olur? Saz olur. Bura Gəncəyə gələsən, Şəmkir Tovuz adını çəkəsən, saz olmuyor. Bu bir qəbahət düzmü? Amma o saz benim ağ adlı oğlandı. Bu ağ sazlı oğlandı. Bəxtiyar saz benim. Bir alqışlarla gəlsin səhniyə. Əziyyətimizi hər zaman çəkir, ansambl olur. Amma bugün tək solo şəklində gəlib. Dəyərli dostumuz Moskvadan gəlib. İndi mənim könlümü alır ki, biz dalaşmışıq, küsmüşdük. İndi barışmışıq. Amma Moskva konfetinə yox. Elə özü şirin olursun. Şirin oğlan olur. Neylə, konfetimi gətirməyib mənim. Gətirib, yox, maşınla, avtomobildədir. Elə bəxtiyar. Sən də hər kəs kimi, qonaqlar kimi salamla. Sonra gözəl bir
saza yer verək. Coşdur, bu səhnəni. Mən də hər kəs salamlayıram. İnşallah gözəl günlərimiz olsun. Bizim elimizə, uvamıza toylu bu saatlı günlər yaraşır. Moskvada gözəl. Çoxlu salamlar yetmişəm Emin müəllim sizə. Qürbət ölkədə yaşayan Azərbaycanlılarımızın nəinki o qürbətdə, bütün ölkəmizdə, qürbətdən qıraqda yaşayan Azərbaycanlılarımızın ünvanında həmişə toy olsun. Nənə, sənin konfetin maşındadır. Allah canınızı Qətiyyən narahat olma. Yaxşı neden qurban. Birazdan gedib Bəxtiyar baxacağım. söz vermir. Versə sözün üstündə durur. Ona görə indi gəlsinmi saz? Saz havası. Gəlsin, Tovuzlar, bir əl gəlsin. çalın görək. Bəli. Bəli, hər bir işin başlanğıcı olduğu kimi sonlu olmalıdır. Biz gözəl başladıq, Gəncənin girişində Salam Gəncə dedik. Amma təbii ki, bu Gəncə macəramız çox maraqlı oldu. Düzdürmü dostlar? Bəli, maraqlı oldu. Elə hər həftə MTV Azərbaycan efirində hər şənbə bazar nə var nə yox deyib izləyin ki, maraqlı rayonlarımızı birlikdə izləyək və seyr edək.